üzləşdiyimiz bir məsələdə özümüz üçün Allahı sanki yenidən kəşf etmiş oluruq. Mən bunu biz məsihçilərə ünvanlayıram. Bəzən Allahla yaşayırsan, zövq alırsan, xidmət edirsən, ibadətlərdəsən və birdən-birə xoşa gəlməz və gözləmədiyin bir hal. Və həmin o halda bir daha özün üçün kəşf eləyirsən. Allah mənimləsən. Allah mənimləsən. Həyat yollarını mənimlə bərabər gedənimsən. Mən deyirəm, müqəddəs kitaba baxdıqda yüzlərlə ayələr var ki, Allah özünü bizə tanıtdırmaq istəyir. Bəziləri Allaha etdiyimiz xidmətləri önəmə çəkərək, Allaha edilən ibadətlər, təqdimatlar, xidmətlərin qurulması barəsində danışdığı halda, mən istəyirəm bizim fokusumuzu biraz fərqli bir şeyə getirək. İbadət etdiyimiz şəxsin özünə. O kimdir? Və bu nöqtədən danışanda Yeremiyə mütləq müraciət etməliyik. Yeremiyə 29-cu fəsil 11-ci ayə necə möhtəşəm sözlərdir. Çünki sizin barənizdə olan fikirlərimi özüm bilirəm. Rəbb belə bəyan edir. Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim. Maraqlı bir sözlərdir. Və bilirsiniz, Yeremiya peyğəmbər bu sözləri İsrail icmasına ilk olaraq ünvanlayanda İsrail icması sürgündə idi. Həyatlarında gözləmədiyi, arzulamadıqları bir xoşagəlməz bir vəziyyətə düşmüşlər. Onlar əsir aparılmışlar və əsirlikdə idilər və onlar ümidsiz idilər. Onlar bilmirdi ki, onların nə gözləyir, bütün həyatları dağınıq içində idi. Yeremiya peyğəmbər isə Allahın sözünü onlara elan edir. Rəbb deyir, sizin barənizdə düşünürəm. Oy da, təsəvvür edirsiniz? Allah deyir ki, mən sənin barəndə düşünürəm. Və mənim düşüncəm sənin barəndə, sən mənə necə ibadət edəcəksən, mənə hansı qurbanlar təqdim edəcəksən, mənim adım naminə hansı xidmətlər edəcəksən, deyil. Yeremiya deyir, mən sizin pisliyinizi deyil, salamat olmağınız barəsində düşünürəm. O da necə güclü sözlərdir. Və mən deyirəm, bu sözləri hər gün öyrənməyə ehtiyacımız var. Hər gün öyrənməyə ehtiyacımız var. Ona görə də müqəddəs kitabı hər gün öyrənirik. Özümüz üçün qeydlər aparırıq. Müqəddəs kitabı bilmək bizim üçün faydalıdır. Çünki müqəddəs kitab səhifələrində Allahı özümüz üçün kəşf edirik. Allahın bizə olan xoş münasibəti barəsində öyrənirik. Allahın xoş münasibəti bizim dəyişilməyimizə səbəb olur. Allahın bizə olan xoş münasibəti bizim dəyişilməyimizə səbəb olur. Əgər Allah barəsində bu sözləri bilməsəydik, əgər bunlardan bir xəbər olsaydıq, Allah barəsində bizim düşüncələrimiz hansı sözlərdən ibarət olardı? Onda Allahı razı salmaq üçün əlimizdən gəldiyini etmək istəyərdik. Və etdiyimiz zamanda qəbul ediləcək, qəbul edilməyəcək, xoş olacaq, naxoş olacaq, bilməyəcəkdik. Müqəddəs kitab istəyir ki, biz bixəbər olmayaq. Ona görə Allahın bizə olan xoş münasibətini göstərir ki, Allahın xoş münasibətini bilən bizlər ona etibar edək, ona üzümüzü çevirək, ona güvənərək ömür yaşamağı bacaraq. Çünki baxın, Yeremiya peyğəmbərin dediyi sözlərə mən sənin barəndə düşünürəm. Necə mən o Allaha tərəf dönməyim? Necə mən o Allahı axtarmayım, hansı ki mənim barəmdə düşünür? Yerin və göyün sahibi olan Allah, hər şey öz sözünün qüdrəti ilə yaradan və öz sözünü qüdrəti ilə saxlayan Allah mənim barəmdə də düşünür. Sənin barəmdə düşünür. Əlbəttə ona tərəf dönəcəm. Çünki onun mənim barəmdə olan düşüncəsi salamat olmağımdır. Onun sənin barəndə olan düşüncəsi sənin salamat olmağın və sənə ümidli gələcək verməyidir. Necə o Allaha üz tutub ona müraciət etməyəsən? Onun xoş münasibətini görüb, necə də ona arxalanmayasan? Onun xoş münasibətini görüb, üzləşdiyin çətinlikləri necə də onunla paylaşmayasan? Əlbəttə, həvəslə paylaşırıq. Üzləşdiyimiz hər bir vəziyyəti onunla bölüşürük, onunla yoldaşlıq etmək üçün.
Çünki Allah özü bu münasibətin təşəbbüskarı oldu. Əgər Allah özü bunun təşəbbüsünü göstərməsəydi, biz öz tərəfimizdən heç nə dəyişdirə bilməzdik. Bizim Allaha ünvanladığımız sözlər, müraciətlər havada əriyən sözlərə bənzəyəcəkdir. Allah özü təşəbbüskar olduğuna görə, özü bu ixtiyarı bizə verdiyinə görə böyük bir sevinc ilə, əminlik ilə dualarımızı edirik və bilirik ki, eşidilirik. Biz bilirik ki, eşidilirik və biz bilirik ki, bizi eşidən Allah, bizi özünə cəlb edən Allah bizim xoşluğumuz üçün düşünür. Keçən həftə mən sizin ilə bölüşmüşdüm. Yenə də bu ilə bölüşmək istəyirəm. Adları müqəddəs kitaba düşmüş iman qəhrəmanları, salih insanlar, peyğəmbərlər, hansılar ki, dünyalarını dəyişdikdən sonra Allah digər peyğəmbərlər vasitəsilə onlar barəsində şəhadət etmişdi. Və onlar barəsində xüsusi və gözəl sözlər demişdi. İbrahim haqqında Allah mənim dostum. Və hər dəfə İsrail icmasına Allah müraciət edəndə, öz sözünü deyəndə dostum İbrahimə görə edirəm. Dostum İbrahimə görə edirəm deyirdi. İnanılmaz münasibətdir. İnsan dünyasını dəyişir. İnsan hansısa bir xalqın tarixinə düşür. Amma külli ixtiyar olan Allah həmin o şəxsin ona bəslədiyi münasibət barəsində danışmağa davam edir. Niyə danışmağa davam edir? Növbəti nəsillərdə yaşayan bizlər də həmin o insanların münasibətindən ibrət götürək və onlar kimi yaşayaq. Məhz buna görə müqəddəs kitabda bu insanların həyatı qeyd edilib ki, biz onlardan ibrət götürək. Xatırlayırsa, keçən həftə sizinlə Habil və Qabil barəsində bölüşdüm. Habilin və Qabilin təqdimatları barəsində bölüşdüm. Və sizin diqqətinizi müqəddəs kitabda açıq, aydın, üzdə yazılan sözləri deməklə oldu. Allah bizim sövqatlarımıza, təqdimatlarımıza, onun naminə etdiyimiz xidmətlərə deyil, bizim özümüzədir. O təqdimatı verən insanın özünə baxır. Onun naminə edən xidmətçinin ürəyi niyyətinə ilk olaraq baxır. İlk olaraq insanın özünü qəbul edir, sonra da onun təqdimatını. Oxuduq onu keçən həftə. Və biz gördük ki, Allah Habilin özünü qəbul elədi. Çünki Habilin ürəyində Allaha xüsusi bir müraciət var idi, xüsusi bir münasibət var idi, ehtiram var idi, etibar var idi. Allah bunu qaçıra bilməzdi. Sonra onun təqdimatını qəbul etdi. Qabilin isə hekayəsi bizi düşündürəndir. Allah Qabilin özünü və sonra onun təqdimatını özündən rədd etdi. Allahın bizim ona təqdim etdiyimiz qurbanlarda, onun naminə etdiyimiz xidmətlərdə ehtiyacı yoxdur. Allahın bizim ona təqdim etdiyimiz qurbanlara və onun naminə etdiyimiz xidmətlərə ehtiyacı yoxdur. Allaha xoş olan, Allah üçün dəyərli olan hər birimizin içimizdə, daxilimizdə, ruhumuzda, canımızda Allaha bəslədiyimiz münasibətdir. Allah ilk ona baxandır. Ona görə müqəddəs kitab bütün diqqəti məhz bu istiqamətə verir ki, biz də digərləri kimi özümüzü aldatmayaq. Allah naminə etdiyimiz işlər ilə, Allaha təqdim etdiyimiz qurbanlar ilə yox, ürək niyyətlərimizə baxırıq. Allaha olan münasibətimizə diqqət yetiririk və bu nümunələr müqəddəs kitabda saysız hesabsızdır. Keçən həftə İbrahim haqqında da sizinlə bölüşdüm. İbrahimin Allahla olan münasibəti, onun Luta olan münasibəti, Lut üçün olan vəsatəti və bu həftə istəyərdim, yəni də İbrahim haqqında mövzumu davam edim. Bəlkə gələn həftədə İbrahimin qurban təqdimat etməsi barəsində də bölüşəcəm. Amma indi bölüşmək istədiyim Yaradılış 11-31-ci ayədir. Terah oğlu İbramı, Haranın oğlu olan nəvəsi Lutu, oğlu İbramın arvadı olan gəlini Sarayı özü ilə götürdü və Kənan torpağına getmək üçün
Xaldeylilərin Ur şəhərindən çıxdı. Onlar Xarana gəlib, orada məskən saldılar. İzah bundadır. Biz görürük ki, İbrahimin adı o dövrdə İbram idi və onun atası Terahın 3 oğlu olur. Və ardıcılıq burada dəyişiklik qoyur. Çünki Allah İbramı seçdiyinə görə onun adı birinci səslənir. Amma Haram, Naxor və İbram adlı oğulları olur. Və onlar indiki İraq ərazisində yaşayırdılar, Ur şəhərində. Və hansısa səbəbə görə Haran dünyasını dəyişir. Haran dünyasını dəyişdiyinə görə atası ürəyində bir niyyət qoyur Kanana köçməyə. Özü istədi, öz qərarı idi. Buradan çıxsın. Bəlkə həmin o şəhərdə oğlu ilə bağlı acı xatirələr vardı. Mən deyirəm ki, nəyə görə bunu səsləyirəm? Çünki bu bizim təbiətimizə çox yaxındır. Biz bəzən acı yaşadığımız yerdə qalmaq istəmirik. Üzləşdiyimiz acıları xatırlamaq istəmədiyimizə görə o yerləri tərk eləmək istəyirik. Və deyirəm, indiyə qədər insanlar xoş həyat üçün bir şəhərdən o biri şəhərə köçmək istəyirlər və ümid edirlər ki, yeni bir şəhərdə, yeni bir ölkədə həyatı fərqli olacaqdır. Amma bilmirlər ki, onlar getdikləri yolda içlərində olan ağrıları və yaraları özləri ilə bərabər daşıyırlar. Və fərqi yoxdur ki, haraya köçəcəksən, içindəkiləri özünlə daşıyacaqsan. Onlar gəlirlər, köçürlər indiki Türkiyənin ərazisinə, Şanlıurfa deyilən ərazisinə. Və mən deyərdim ki, olduqları şəhərdən oraya qədər 900-1300 kilometr, tam dəqiq bilmirəm, uzaq bir məsafədir. Onlar o yolu keçirlər, indiki Şanlıurfada məskunlaşırlar, orada yaşayırlar və Terah dünyasını dəyişdi. Arzusu var idi, istəyi var idi, Kanana köçmək. Niyə Kanana köçmək istəyirdi, bilmirəm. Yəqin eşitmişdi ki, Kananda ticarət yaxşıdır. Çünki o vaxtı da Misir böyük idi, Misirdən gələn karvanlar bəlkə bu xəbərləri verirdi. O dünyasını dəyişir və o dünyasını dəyişəndən sonra Allahın İbrahimə sözü olur. Rəbb İbrama dedi: öz torpağından, qohumlarının arasından, ata evindən çıx. Sənə göstərəcəyim torpağı get. Səndən böyük bir millət törədəcəyəm. Sənə xeyir-dua verəcəyəm. Adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm. Sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq. Çox maraqlı ayədir və hər kəs istəyərdi ki, o sözlər də ona nəsib olsun. Və mən deyərdim, Məsih İsa'ya iman edənlər Allahın bütün vədlərinə malikdir. Sizə xeyir-dua verən xeyir-dua alır. Sizə qarşı çıxan Allahı öz qarşısında almış olur. İbrahim Allahdan söz alır və mənim üçün bir maraqlı fikir yaranır ki, o necə Allahı eşitdi? Yəni, o necə bildi ki, bu ilə danışan Allahdır və Allah bu sözü söylədi. Fikirləşirəm ki, yəqin ki, o öz nəslindən eşitmişdi Adəmin, Habilin, Şetin, Nuhun imanı barəsində. O bilirdi, Samın və Yasəfin imanı barəsində yəqin ki, bilirdi. Onun xəbəri var idi ki, Allah onların zamanında, onların həyatında xüsusi işlər görmüşdü. O bilirdi. O biliyə malik idi və bəlkə bu bilik də səbəb olmuşdu ki, bəlkə gecə yatanda, bəlkə ürəyinə hansı bir söz gələndə, hansı bir fikir gələndə bunu mənə deyən Allahdır. Allah məndən istəyir ki, mən gedim və o mən getdiyim yerdə mənə xeyir-dua verəcək. Və bilirsiniz, hətta bu fikirdə olduqda, mən deyirəm, İbrahimin Allah barəsində biliyi nə qədər idi ki, bu sözü qəbul edib, yaşadığı şəhəri tərk edərək, Allahın onun ürəyinə qoyduğu əraziyə köçmüş. Biliyi nə qədər idi? Və əgər müqayisə etsək, mən deyərdim ki, sizin biliyiniz, Allah barəsində biliyiniz, həmin o zamanda Allahdan bu sözü alan İbrahimin biliyindən qat-qat artıq idi. Qat-qat artıq idi. Bilirsiniz niyə? Sizdə müqəddəs kitab var. Sizdə bu var. Həmin müqəddəs kitab səhifələrini açaraq İbrahimin özünün həyatı barəsində öyrənə bilərik.
İbrahimin güclü və zəif tərəflərini görə bilərik. İbrahimin qorxularını və sarsılmaz imanını görə bilərik. Və tək İbrahimin deyil, adları müqəddəs kitaba düşmüşlərin həyatından özümüzə ibrət götürüb onlar kimi davrana bilərik. Ona görə bizim Allah barəsində biliyimiz o dövrdə Allahdan söz alan İbrahimdən daha artıqdır. Bəs əgər İbrahim bu qədər az biliyə malik olduğu halda Allahın sözünü yerinə yetirdisə, bizim Allah barəsində bu qədər biliyə malik olduğumuz halda, müqəddəs kitabı əlimizdə saxlayıb istədiyimiz vaxtda ona müraciət etdiyimiz zamanda Allahın sözünə İbrahim kimi riayət etməyə mane olan nədir? Çətin cümlə idi. Mane olan nədir? Şübhələr, tərəddüd, qorxu, bilməməzlik. Yox, biliyimiz var. Qorxular, əminsizlik. Müqəddəs kitabsa bizə o əminliyi verəndir. Müqəddəs kitaba müraciət etdiyimiz zaman biz Allahdan bu əminliyi ala bilirik. 4-cü ayədə yazılıb ki, İbrahim Allahın onun söylədiyi kimi oradan çıxdı. İbrahim getdi. Çünki o inanırdı ki, Allah onu çağırdı. Və növbəti ayə diqqət yetirsək, maraqlıdır. Rəbb İbrahima görünüb dedi, bu torpağı sənin nəslindən olana verəcəyəm. İbrahim ona görünən Rəbbə orada bir qurbangah düzəltdi. Deyirəm, bu ayələrin yeri fərqli olsaydı, Allah İbrahimə görsənir və deyir, İbrahim, gəl mən səni Kanana göndərirəm. Və sonra Kanana gedən İbrahimə Allah söz verir ki, mən burada səninlə olacağam. Amma elə olmadı. Maraqlıdır. Bir çox insanlar arzulayır ki, Allah özünü ona aşkar etsin. Nə qədər elə insanlar var ki, gecə yuxuma gəlsin, qarşıma çıxsın. Allah bir əlamət, bir işarə versin ki, o var. İnsanlar bunu gözləyirlər. Amma Allah bunu etmir. Allah isə insanlardan bir şey istəyir. Mənə iman et. Allah öz varlığını sübut etməyə tələsmir. Allah tələsmir ki, sübut etsin ki, o var. Allahın varlığı barəsində sübut istəyən, mən deyirəm, sadəcə ətrafına bax. Sadəcə ətrafına bax. Bütün təbiət və kainat Allahın zənginliyi barəsində xəbər verəndir. İnsanlar sübutlar istəsə, Allah isə iman istəyir və onun adına iman edənlərə özünü aşkar edir. Bu fikir aydın idi. Biz Allahdan əlamətlər və işarələr istəyirik və əlamətlər və işarələri görmədiyimiz halda nəsə etməkdə qorxuruq. Amma fəxr etdiyimiz, öyündüyümüz, özümüzü aid etdiyimiz şəxslər, İbrahim kimi şəxslər, onlar Allahdan kiçik bir söz aldıqları zaman onu qətiyyətli şəkildə icra edirdilər və sonra Allahla görüşürdülər. Bu bizə nə verir? Bu nümunə bizim üçün nədir? Müqəddəs kitabda biz də ayələrlə rastlaşırıq ki, haçan Rəbb deyir, etmə. Və etmə dediyin sözün qarşısında edirsən, yaxud da Rəbb deyir, et. Və Allahdan et sözünü aldıqdan sonra edirsən, yəni də sual. Çoxlu sual verirəm bu günlərə. Mən deyirəm, özümüzü sorğulayaq bu suallarla. Doğrudan da əgər Rəbb deyərsə, qisas alma, ürəyimdə o qisası yaşadıram, yoxsa yaşatmıram? Fürsəti gözləyirəm, yoxsa gözləmirəm? Nə qədər insanlar var ki, o fürsətləri gözləyirlər, hə? Və zamanı gələndə yerində etməyə hazırdılar. Biz məsihçilər belə deyilik. Biz buna çağırılmamışıq. Müqəddəs kitabda Allah bizi çağırır ona güvənməyə və ona etibar etməyə. Və görünə qədər Allah plankanı qaldırır ki, deyir, düşmənlərini sev. Oyda. Nəinki qisas alma. Sev onu. Qisas almaq istədiyin insanı sev. Sənin həyatına zərər vurmuş insanın pisliyini arzulama. Ona zərər dəyməyi barəsində düşünmə. Sual edirsən?
Çünki biz də eyni sözə malikik və biz də Allahla görüşüb Allahdan o xeyir, bərəkəti almağı istəyirik. Amma bu istəkləri bizim hərəkətlərimiz dəstək verir, yoxsa dəstək vermir? Arzulayırıq, istəyirik, hərəkətlərimiz isə həyatda insanlara bəslədiyimiz münasibətlərdə isə tam əksinə edirik. Nə edirik? Düşünək bu barədə. Və çox maraqlı bənzətmələr var müqəddəs kitabda. Haçan Allah insana et deyir. İnsanların bəlkə gözləntisi, arzusu tamam fərqli olur, amma bayaq söylədiyim kimi Allah isə bizdən imanı istəyir. İnanırsan? Və istəyərdim bu mövzuda Lukanın müjdəsi 17-ci fəslə müraciət edək. 11-ci, 13-cü ayələrə diqqət yetirəm. Bir dənə baxın o ayələrə. İsa Yerusəlimə doğru yolunu davam edərkən Samariya ilə Qalileya arasındakı sərhəddən keçirdi. Kəndlərin birinə girəndə onu 10 nəfər cüzamlı kişi qarşıladı. Onlar uzaqda durub ucadan çığırdılar. İsa, ustad, bizə rəhm et. İsa Yerusəlimə doğru gedirdi. O Samariyadan gəlirdi və keçid məntəqəsini keçirdi. Sərhəddə idi. Sərhədləri keçənlər varsa bilirik də, hamı tez keçmək istəyir, hə? Uzun növbələr, insanlar hövsələsizdir. Tez keçib qurtulmaq istəyirsən ki, bu işi bitirdim. Və həmin o ərazidən keçəndə 10 cüzamlı kənarda dayanıb, uzaqda durub yazılıb bağırırdılar. Ustad, bizə kömək et. Onlar yaxın gəlmirdilər. Yaxın gəlməyə heç onlara icazə də vermirdilər. Çünki onlar cüzamlı idilər və insanlar onları ikrah edirdilər özlərinə. Kənar olduqlarına tələb edirdilər ki, o başqalarına yoluxucu xəstəlik kimi keçməsin. Amma uzaqda durmaqları bağırmaqlarına mane olmadı. Yox. Uzaqda durmaqları İsa'ya müraciət etməklərinə səbəb olmadı. Uzaqda olsalar da onlar ona üst tutub bağırmağa başladılar. Və deyirəm, nə qədər özünü uzaq düşmüş hesab etsən də, fərqi yoxdur hansı vəziyyətdəsən, fərqi yoxdur nə durumdasan, nə qədər özünü uzaq düşmüş hesab edirsənsə, bağır. Çünki dinləyən var. Əgər sən ya Rəbb, İsa, ustad, rəhbər, hakim, sahibim deyərək müraciət edirsənsə, o cavab verir. Görün, baxaq, İsa onlara nə dedi? İsa onları görüb, gedin, özünüzü kahinlərə göstərin, dedi. Onlar yol gedə-gedə pak oldular. Bu ayəni oxuyanda öz-özümə fikirləşirəm, əgər 10 cüzamlıdan biri mən olsaydım, mən böyük ehtimalla istəyərdim ki, o mənə yaxınlaşsın. Narahat olma, mən sənə şəfa verərəm. Bəlkə də bir yağ götürüb məni məhs eləsin. Nə bilim, yerdən bir palçıq götürsün, üstümə töksün. Yəni, nəsə bir işarələr, əlamətlər olsun ki, mənim şəfa aldığıma məndə bir əminlik yaratsın. O əminliyi İsa daxildə yaradır. O əminliyi ona müraciət edən insanların imanla ona güvəndiyini istəyir. Xatırlayırıq da bizim üçün iman sözün mənası nədir? Etibar etmək, güvənməkdir. Allaha arxalanmaqdır. Sədaqətli onunla ömür yaşamaqdır. Onun müqəddəsliyində ona ehtiram etməkdir. Onlar bu sözü eşitdilər. O İsa dedi, gedin özünüzü kahinə göstərin. Yaxşı seçim deyil. Çünki hələ kahin onları qovub. Hələ onları qovan kahinin yanına İsa onları təzədən qaytarır. Çünki o dövrdə insanların xəstəlik diaqnozunu kahinlər qoyurdular. Və kahin deyirdi ki, sən natəmizsən, sən xalqın arasında olmaya bilərsən. Və əgər kahin kiminsə üzərinə bu damğanı qoyurdusa, mən deyirəm damğa idi bu, məcazi mənada. O insan insanlar arasında ola bilməzdir. Əgər cürət edib insanların arasına girsəydi də, onu daşqalaq eləyib öldürərdilər. Öldürən insan da özünü haqlı sayardı. Çünki doğru iş gördü. Deməli, onları cüzamlı deyib, insanlar arasından qovana tərəf qaytarır. Gedin onun yanına. Və yazılıb ki, onlar getdilər. Yazılıb ki, onlar getdilər. Və baxaq,
Onlar getdiyirlər, yazılıb ki, sonrakı ayələrdə onlar gedirlər və yazılıb ki, hələ yolda olarkən 16-cı ayədə yazılıb. Onlar hələ 15-ci ayədə üzr istəyirəm. Onlar hələ yolda olarkən onlar sağaldılar. Sağalmaqlarına səbəb nə idi? İman. İman, dəfələrlə danışdığımız iman, müqəddəs kitabda xüsusi və özəl yer tutan, müqəddəs kitabın bütün səhifələrində səslənən eyni söz. Allah səndən ona iman etməyini istəyir. Ona güvənməyini, ona etibar etməyini istəyir. Onun sözünü, necə o söz sənin üçün səslənirsə, haqlı olduğu kimi qəbul etmək. O deyirsə, haqlıdır. O haqqa görə davranacaq. Onlardan biri geri dönür. 16-cı ayədə yazılır ki, 10 nəfərdən onu da şəfa alır. Xəstəlik onlardan gedir. Və onlar bir də ayrılırlar ki, bədənləri tərtəmizdir. 9-u bilmədim hara getdi. Bəlkə ailə üzvlərin yanına, bəlkə də ki, hələ İsa dediyi kimi həmin o kahinin yanına, amma onlardan biri gerçək kahinin yanına qayıtdı. Əsl kahinin yanına qayıtdı, hansı ki ona şəfa verdi və yazılıb ki, o gəldikdə yer üzərinə ayaqlarına düşdü və ona təşəkkür etdi. Və müqəddəs kitab deyir ki, o Samariyalı idi. Yəni İsrail icması üçün yad 51 şəxs idi. İbrahimdən, İsaqdan, Yaqubdan bir xəbər olan bir şəxs idi. Musa peyğəmbər vasitəsilə verilən qanunlara yad yaşayan bir insan idi. Yad eldir. Bizim kimi, Azərbaycanlılar kimi o Yahudi değildi. Amma Allahın onun həyatında gördüyü işi tanıdı və İsa'nın yanına döndü ki, ona öz minnətdarlığını bildirsin. Və İsa'nın ona verdiyi cavaba baxın. Sonra o adama dedi, ayağa qalx, get, imanın səni xilas etdi. Maraqlıdır ya. Nə xilas etdi o insanı? Şəfa almağına səbəb nə oldu? Məsih İsa'ya imanı. Üzləşdiyin çətinliklərdə, xoşagəlməz vəziyyətlərdə, istəmədiyin, arzulamadığın hansısa bir vəziyyətə düşəndə səni orada qurtaran kimdir? Rəbb İsa Məsihə olan imanın. Məhz bu iman sənə səbəb olur ki, müqəddəs kitabı öz həyatın üçün rəhbər tutmağa. Rəhbər tutursan, burada yazılanları özün üçün rəhbər tutursan, burada yazılan münasibətləri yaşadırsan, ailəndə, dostlar arasında, iş yerində, olduğun hər bir yerdə buna uyğun olaraq ömür yaşayırsan, sənin imanın səni xilas etdi. İman itayətdir. Və biz bunun gücünü bilirik. Biz bilirik ki, bu sadəcə qanunlar və qaydalar kitabı deyil. Allahın bizə pay verdiyi, bizə nəsib etdiyi sözüdür. O söz güclüdür. O söz güclüdür aqibəti dəyişməyə. O söz güclüdür sənin həyatına dəyişikliklər getirməyə. O söz güclüdür sənin o daşlaşmış xəssiyyətini belə dəyişməyə. Bu söz güclüdür. Və bu sözün gücü ancaq sadə öyrəndiyin tərzdə davranmaq. Burada yazılana uyğun olaraq rəftar etmək. Burada öyrəndiyin münasibətə görə hərəkət etmək. Xatırlayırsınız, bundan öncə İsa'nın bir sözlərini sizə demişdim. İsa deyir, mən həlim və qəlbən itaətkarım. Eləsən, o münasibətlərdə göstərirsən bunu, qəlbən həlim olduğunu, Allahın sözünü hər şeydən üstün tutaraq itaətkar ömür yaşadığını göstərirsən, İstəyərdim 2-ci Timoteydə 3-cü fəsil 16-cı 17-ci ayələrdə müqəddəs kitab barəsində yazıldıqlarını xatırlayım sizə. Bütün müqəddəs yazılar Allahdan ilham almış və təlim, məzəmmət, islah, salihlik tərbiyəsi üçün faydalıdır. Beləcə, Allah adamı bacarıqlı olub, hər yaxşı iş üçün təchiz edilsin. İbadəti başlayanda bu hissədə mən Yeremiya peyğəmbərdən sizə oxudum ki, Allah bizim salamatlığımız barəsində düşünür. Onun bizə olan xoş niyyəti var. İndi bu ayəni sizin diqqətinizə gətirirəm ki, bu müqəddəs kitabda yazılanlar bizim faydamız üçündür.
Burada yazılanlar bizim xeyrimiz üçündür. Bu ne üçündür bizə? Allah adamı. O biz deyir ki, Allah adamı mənəm. Allah adamı mənəm. Əgər Allah adamı mənəmsə, onda bu kitab da mənə aiddir. Bacarıqlı olub, yaxşı işlər üçün təciz edilsin. Müqəddəs kitab bizim üçün təcizat olaraq, təminat olaraq verilib ki, biz bu kitab vasitəsilə bütün həyatımızı təşkil edək. Həyatımızın bünövrəsi buradan öyrəndiklərimiz olsun. Ona görə yazılır ki, Allahdan ilham alıb və təlim, məzzəmmət. Bəzən məzzəmmət olur. İslah, dəyişikliklərə səbəb olur. Salihlik tərbiyəsi. Müqəddəs kitab tərbiyə etməyə davam edir, insanın yaşından asılı olmayaraq. Müqəddəs kitab uşaqları da, gəncləri də, ömür yaşamış insanları da, yaşlıları da eyni tərzdə salihlik tərbiyəsi üçün tərbiyə edəndir. Onu qəbul edirsən, bu tərbiyəni götürürsən, öyrənməyə həvəs göstərirsən, yoxsa yox. Allah adamı olduğumuza görə bu bizə nəsibdir. Ona görə böyük bir sevinc ilə müqəddəs kitabı oxuyun. Böyük bir həvəs ilə müqəddəs yazıları araşdırın. Böyük bir istək ilə Allahın sözündən öyrəndiklərinizi gündəlik münasibətlərdə yaşadan olun. İsa'dan ibrət götürərək həlim və qəlbən itaətkar olmağa can atın. Sonda istəyərdim bir pastor və məşhur yazıçıdır, çox məşhur yazıçıdır. Max Lucado, bilmirəm nə qədər o ilə tanışsınız, Texasın ən böyük Gateway kilsəsinin pastorudur. Sözü çox möhtəşəmdir. İstəyərdim bu sözlə də bugünkü ibadətimizi bitirək və görün necə söz deyir. Rəbdən uzaqlaşmaq üçün nə qədər addım atmağının fərqi yoxdur. Ona tərəf dönməyin üçün cəmi bir addım kifayətdir. Necə sözdür? O deyir, fərqi yoxdur ki, Rəbdən nə qədər uzaq düşmüsən. Bəlkə özünü uzaqlaşmış hiss edirsən. Bəlkə sən özünü atılmış və öz həyat tərzin ilə kənarda qalmış hiss edirsən. Max Lucado deyir ki, bir dönüşün, bir addımın görü səni Rəbbə qaytarır. İnanılmaz sözlərdir. Bu sözlərlə Allahın bizə olan münasibətini göstərir ki, Allahın bizə olan münasibəti necədir. Bir üzünü döndərib dedikdə, ya Rəbb bağışla, Rəbb deyir, bağışlayıram. Ya Rəbb mənə kömək et, imdadım sənədir, Rəbb deyir, yanındayam və kömək edəcəm. Ya Rəbb yoruldum və taqətdən düşdüm, Rəbb deyir, mən səni qüvvətləndirəcəm. Ya Rəbb mənə məsləhət ver, Rəbb isə müqəddəs ayələri yadına salacaqdır. Məsləhətim səninlədir. İnanılmazdır. Əgər Allahın bizə olan münasibəti bu qədərdirsə, gəlin biz də eyni cürdə sevinclə, sevgi ilə, ehtiram ilə onun qarşısında dayanaq. Onunla ömür yaşayaq. Rəbb yaxşıdır. Bölüşmək istədiyim bu qədər idi.